Narahatlıq doğuran suallara necə cavab vermək olar? Belə suallara ən yaxşısı digər bütün suallar kimi cavab verməkdir. Əgər cavabı dəqiq bilirsinizsə, dərhal cavab verin. Əgər tərəddüd edirsinizsə və ya bilmirsinizsə, cavabı birlikdə müasir uşaq kitablarında, internetdə axtarmağı və ya səsli köməkçidən soruşmağı təklif edə bilərsiniz. Əgər uşağın sualı sizi hazırlıqsız yaxalayıbsa, izah edin ki, cavab verməyə hazırlaşmaq üçün sizə biraz vaxt lazımdır. Əgər bəzi uşaq sualları sizdə narahatlıq və ya utancaqlıq yaradırsa, sizə çətin və ya narahat görünürsə, çalışın təsəvvür edin ki, həmin anda siz sadəcə bəs niyə səma göydür kimi adi bir suala cavab verirsiniz. Uşaq üçün burada heç bir fərq yoxdur. Bu sual məhz böyüklər üçün narahatdır. Əgər siz cavab verməkdən yayınsanız, zarafatla ötüşdürsəniz və ya bu məsələni başqa bir böyüyə həvalə etsəniz, uşaq sizinlə seksual tərbiyə ilə bağlı mövzuları müzakirə etməyi dayandıracaq. Ən yaxşı halda o məlumatı yaşıdlarından öyrənəcək. Ən pis halda isə siz onu vacib suallarla, o cümlədən onun təhlükəsizliyinə aid olan məsələlərlə təkbaşına qoymuş olacaqsınız. Əgər onun cinsi toxunulmazlığını pozan bir hadisə baş versə, o qorxa və sizə danışmaya bilər. Buna görə də uşaqlar üçün intim maarifləndirici kitablar əldə edin və bu mövzuda söhbəti hətta müxtəlif mövzularda bir neçə söhbət planlaşdırın. Uşağa bu dəyərli məlumatı valideynlərdən başqa heç kim verə bilməz. Əgər siz bu barədə danışmasanız, bunu sizin yerinizə başqaları edəcək. Və məlum deyil ki, onlar nəyi və necə danışacaqlar. Tez-tez böyüklər uşaqların cinsi savadsızlığından istifadə edərək onları intim yaxınlığa sövq edirlər.